Demək ki, türklər 4-cü, 2-ci minillikdə iki böyük köç dalğasını həyata keçirmişdi. Firidun Cəlilov 4-cü minillikdə baş verən köçlərin nisbətən daha yaxın ərazilərə, 2-ci minillikdən sonra baş verən köçlərin isə daha uzağa doğru baş verdiyini qeyd edir. Mən ümumi, demək, Ürmü nəzəriyyəsinə əsasən türklərin hansı formada köç etməsini göstərdim. Lakin mənim dil kökü ilə bağlı apardığım təhlillər isə göstərir ki, türklərin bundan əvvəlki dönəmlərdə də şərqə qərbə köçləri baş verməsi mümkündür. Türklərin daha əvvəlki dönəmlərdə günümüz Azərbaycan Türkiyə ərazisindən qərbə və şərqə köçlərini deməyə bir neçə səbəb var. Bunlardan birincisi, bilindiyi kimi 12 min il bundan əvvəl buz dövrünün bitməsi ilə havalar istilənməyə başlamışdı və nəticədə buzlaqların şimala doğru çəkilməsi ilə ov heyvanlarının, yəni maralların, keçilərin həmi şimala tərəf, həmi şərqə qərbə doğru geri çəkilən buzlaqları izləmişdilər və nəticədə Xəzər dənizinin həmi şimal tərəfinə, həmi şərq tərəfinə gedən ov heyvanlarını, maralları, keçiləri izləyən türklər 12 min il bundan əvvəl artıq Sibir Altay ərazisinə doğru köçlər etmişdi.